Son illərdə aqrar sahənin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirilib. Ölkə başçısının tapşırıqlarına əsasən 32 rayonda 52 aqropark yaradılıb. Aqroparkların yaradılması sahibkarlığın inkişafını daha geniş şəkildə təşviq edərək rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalında xüsusi əhəmiyyət kəsb edib. Bu istiqamətdə həyata keçirilən islahatlar, fermerlərə göstərilən dövlət dəstəyi və müasir texnologiyaların tətbiqi kənd təsərrüfatının inkişafına yeni imkanlar açır. Kənd təsərrüfatının inkişafı üçün subsidiyaların böyük əhəmiyyəti var. Onu da bildirməliyəm ki, Azərbaycan dünyada nadir ölkələrdəndir ki, geniş miqyaslı və çox çeşidli subsidiya mexanizmlərini tətbiq edir. Düzdür, burada da təkmilləşmə üçün imkanlar var. Müxtəlif güzəştlər verilir, o cümlədən gübrə, yanacaq güzəştləri və bu da deyə bilərəm ki, dünyada nadir sayda olan ölkələrdə tətbiq edilir. Regional müşavirələrin keçirilməsi aqrar siyasətin yerlərdə daha effektiv həyata keçirilməsinə şərait yaradır. Biz dövlətin, prezidentin bugünkü dövlət proqramından bağlı biz öz işimizi daha mükəmməl qurmağa çalışacağıq. Demək olar ki, bundan irəli gələn müddəalardan biz təsərrüfatı 3-5 dəfə böyütmək, genişləndirmək iqtidarına malik olacağıq. Biz də bir fermer kimi çalışacağıq ki, qarşıda duran hədəflərə nail olmaq üçün məhsuldarlığı artıraq və kənd təsərrüfatının intensiv inkişafına nail olmaq üçün öz əlimizdən gələni edək. Müasir suvarma sistemlərinin qurulması, yeni bağ və əkin sahələrinin salınması məhsuldarlığı yüksəldir. Mütəxəssislərin fikrincə aqrar sektorunun inkişafı təkcə kənd yerlərində yaşayan əhalinin rifahını yüksəltmir, həm də ölkənin ərzaq təminatının möhkəmləndirilməsinə xidmət edir. Bu baxımdan kənd təsərrüfatına yönəldilən investisiyalar və həyata keçirilən dövlət proqramları strateji əhəmiyyət daşıyır. Dövlət proqramında bu 5 illik istiqamət özünün aydın əksini tapır. Bu illər ərzində aqrar sektorunun inkişafına 6 milyard manata yaxın vəsaitin ayrılması, eləcə də 3 milyard vəsaitin investisiya şəklində cəlb olunması çox vacibdir. Əgər bu vəsait kənd təsərrüfatının inkişafına sərf olunarsa, demək olar ki, biz bütün sahələrdə nailiyyətlərə əldə edə bilərik. Aqrar sahənin modernləşdirilməsi, fermerlərin dəstəklənməsi və innovativ yanaşmaların tətbiqi gələcəkdə də bu sektorun davamlı inkişafını təmin edəcək. Regional müşavirələr aqrar sahədə koordinasiyanı gücləndirir, dövlət dəstəyi mexanizmlərinin səmərəliliyini artırır və kənd təsərrüfatında innovativ yanaşmaların tətbiqini sürətləndirir. Bu isə həm ölkə iqtisadiyyatının güclənməsinə, həm də əhalinin sosial rifahının yüksəlməsinə mühüm töhfə verəcək. Sədaqət Süleyman, ASTV Xəbər.